Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Rusiyanın Azərbaycan torpaqlarının işğalına başlanması mövzusudur. Rusiya hələ işğalçılıq siyasətinə 16-cı əsrdə başlamışdı. 16-cı əsrdə Rusiyada hakimiyyətdə olan 4-cü İvan Qrozninin hakimiyyəti dövründə Qazan və Həştərxan xanlıqları işğal edilmişdi. Qazan və Həştərxan xanlıqlarının işğal edilməsi nəticəsində Rusiya Şimali Qafqazda və Xəzər dənizi sahillərində möhkəmlənmək əldə etmişdi, möhkəmlənə bilmişdi. 18-ci əsrdə də Rusiya Cənubi Qafqazı işğal etmək üçün iki dəfə cəhd göstərmişdi. Birincidə 1722-1723-cü illərdə 1-ci Pyotr Cənubi Qafqaza, Xəzəryanı ərazilərə yürüyüş etmiş. Düzdür, Bakını, Dərbənd, Salyan ərazisi və Xəzəryanı digər ərazilər Rus qoşunları tərəfindən ələ keçirsə də, sonraki dövrdə 1735-ci ildə imzalanan Gəncə müqaviləsinə əsasən Nadir xan tərəfindən Rus qoşunları Azərbaycan və Cənubi Qafqaz ərazisindən tamamilə çıxarılmışdı. 1796-cı ildə isə Zubov, 2-ci Yekaterinanın əmrinə əsasən Zubov Cənubi Qafqaza yürüyüş elədi. Bakını, Dərbəndi, Gəncəni, Quba ərazisini tutsa da 2-ci Yekaterinanın ölüm xəbərindən sonra hakimiyyətə gələn 1-ci Pavel Rus qoşunlarının Cənubi Qafqazdan geri çəkilməsini tələb etdi. Cənubi Qafqazdan fərqli olaraq bu dövrdə Ruslar 18-ci əsrdə baş verən Rus-Osmanlı müharibəsi nəticəsində Rusların qalibiyyəti ilə nəticələnmiş və Ruslar Şimali Qafqazda möhkəmlənmişdilər. Artıq 19-cu əsrin əvvəllərində Rusiyanın xarici siyasətində Cənubi Qafqaz və Azərbaycan torpaqlarının işğalı əsas yer tuturdu. Bu nə ilə bağlı idi? Bu onunla bağlı idi ki, artıq bu dövrdə beynəlxalq şəraitdə Rusiyanın Azərbaycan torpaqlarının işğal etməsi üçün Ruslar üçün əlverişli şərait yaradırdı. Bu dövrdə Rus işğalına şərait yaradan amillər nələrdir? Bu dövrdə Azərbaycan torpaqlarının parçalanmış formada olması. Parçalanmış formada bu dövrdə Azərbaycan torpaqları ayrı-ayrı xanlıqlardan ibarət idi. Xanlıqlar arasında ədavət vardı. Bu dövrdə digər tərəfdən Qacarlar dövlətində qeyri-sabitlik, ara müharibələri, siyasi, iqtisadi vəziyyətin ağır olması da Rus qoşunlarının Cənubi Qafqaz və Azərbaycan torpaqlarını işğal etməsinə şərait yaradırdı. Biraz əvvəl də dedik, 18-ci əsrdə baş verən Rus-Osmanlı müharibəsi nəticəsində üstünlük tamamilə Rusların əlinə keçmişdi. Artıq 1791-ci ildə Rusiya ilə Osmanlı arasında imzalanan Yassı müqaviləsi də Cənubi Qafqazda Rusiyanın əlini artıq əl-qolunu açmışdı. Bu dövrdə İngiltərə və Fransa dövləti Rusiyanın işğalçılıq siyasətinə mane olmağa çalışırdı. Bu dövrdə İngiltərə və Qacarlar arasında müqavilə imzalandı. İngiltərə və Qacarlar arasında müqavilə Rusiyanın Cənubi Qafqazın Rusiya tərəfindən Cənubi Qafqazın işğalında gələcəkdə mane ola bilərdi. Ona görə də Rusiya bu işğal prosesini sürətləndirdi. Bu dövrdə Cənubi Qafqazın Rusiya tərəfindən işğalında ermənilər Rusların irtica siyasətinə Rusiyaya yaxından kömək edirdilər. Bu dövrdə ermənilərin məqsədi nə idi? Ermənilərin məqsədi Böyük Ermənistan dövləti yaratmaq idi. Böyük Ermənistanın tərkibinə daxil olacaq ərazilər hansılardır? Osmanlı və Gürcüstan torpaqlarının bir hissəsi, həmçinin Azərbaycan torpaqları hesabına Böyük Ermənistan dövləti yaratmaq üçün Ruslara əllərindən gələn köməkliyi edirdilər. Bu dövrdə Cənubi Qafqaz və Azərbaycanla bağlı bir sıra dövlətlərin maraqları vardı. Hansı dövlətlər? Rusiyanındır, Qacarlar və Osmanlı dövlətindir, İngiltərə və Fransanın Cənubi Qafqazla bağlı planları vardı. Bu dövrdə Cənubi Qafqaz və Azərbaycan torpaqlarını işğal etmək üçün ən güclü dövlət Rusiya idi. Bu dövrdə Rusiya Azərbaycanı işğal edərək Xəzər dənizinin daxili dənizinə çevirməyə çalışırdı. Həmçinin gələcəkdə baş verə biləcək Rus-Osmanlı buranı işğal etdiyi təqdirdə gələcəkdə baş verə biləcək Rus-Osmanlı müharibəsində qüvvələr nisbəti
Rusiyanın xeyrinə dəyişə bilərdi, gələcəkdə Dağlıq Xalqların hərəkatına zərbə endirə bilərdi. Həmçinin İngiltərənin şərqdəki Ostend şirkətinə də siyasətinə zərbə endirə bilərdi. İngiltərənin şərqdəki siyasətinə zərbə endirəcəkdi bu torpaqları işğal etməsi nəticəsində. Qacarlar və Osmanlı dövləti də Rusiyanın Cənubi Qafqazı və Azərbaycan torpaqlarını işğal etməsinə mane olmağa çalışırdı. İngiltərə və Fransa isə çalışırdı ki, Rusiyanın planları pozsun. Ancaq nə Qacarlar, nə Osmanlı, nə İngiltərə, nə də ki, Fransa Rusiyanın planlarını poza bilmədi. 1801-ci ildə İngiltərə ilə Qacarlar dövləti arasında müqavilə imzalandı. İngiltərə ilə Qacarlar dövləti arasında imzalanan müqaviləyə əsasən İngiltərə müharibə Qacarlar dövlətinə hər hansı bir dövlət müdaxilə etdiyi təqdirdə Qacarlar dövlətinə hərbi və maliyyə yardım edəcəkdi. Həmçinin Qacarlar dövləti də İngilis tacirlərinin Qacarlar dövləti ərazisində gömrüksüz ticarət etmək hüququna icazə verirdi. Bir növ bu müqaviləyə əsasən İngiltərə Qacarlar dövlətinin daxili işlərinə qarışmaq hüququ əldə etdi. 1801-ci ildə Şərqi Gürcüstan ərazisi 1-ci Aleksandrın verdiyi fərmana əsasən Şərqi Gürcüstanın daxili muxtariyyəti ləğv edildi və bu ərazidə Gürcü quberniyası yaradıldı. 1783-cü ildə Gürcü quberniyası Rusiyaya birləşdirilmişdi. Ancaq daxili muxtariyyətin ləğv edilməsi 1801-ci il idi və buna əsasən Gürcü quberniyasının rəhbəri və Qafqazdakı Rus qoşunlarının baş komandarı Knorring oldu. Gürcü quberniyasının qubernatoru oldu. Həmçinin 1-ci Aleksandrın 1801-ci ildə verdiyi fərmana əsasən Şərqi Gürcüstanla yanaşı Azərbaycan torpaqları olan Qazax, Şəmşəddil, Borçalı, Pənbəş, Loru ərazisi də Rusiyaya birləşdirildi. Bu da Rusiyanın faktiki olaraq Azərbaycanın işğalına başladığını göstərirdi. Bu addımı atmaqla artıq Rusiya faktiki olaraq Azərbaycan işğalına başlamışdı. Qazax, Şəmşədil, Borçalı, Pənbəşin işğalına qarşı Gəncə və İrəvan xanlıqları öz narazılıqlarını bildirdilər. Gəncə və İrəvan xanlıqları bu dövrdə hər ikisi Qacar sülaləsi tərəfindən idarə edilirdi. İrəvan xanı Pənbəkin Rusiya birləşməsinə etiraz etmiş, hətta Pənbək əhalisinin bir hissəsinin 600 nəfərlik əhalinin İrəvan xanlığında köçürülməsinə şərait yaratmışdı. Gəncə xanı Cavad xan isə öz təsirini bir müddət Şəmşəddili öz himayəsinə almışdı. Bu dövrdə ancaq bu dövrdə Azərbaycan xanlıqları arasında baş verən ədavət Rusiyaya qarşı qəti müqavimət göstərməyə imkan vermirdi. Rusiya ilk növbədə çalışırdı ki, diplomatik yolla xanlıqları ələ keçirsin. 1802-ci ildə Georgievskidə müqavilə imzalandı. 1802-ci ildə imzalanan müqaviləni kim imzalamışdı? Gürcü quberniyasının baş qubernatoru Knorringlə Dağıstanın bir sıra hakimləri Quba xanı və Lənkəran xanlığı arasında imzalanmışdılar. Bu müqavilənin şərtləri nədən ibarət idi? Bu müqavilənin şərtlərinə əsasən xanlıqlar könüllü olaraq Rusiyanın hakimiyyətini qəbul edirdilər. Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi nəzərdə tutulurdu. Cənubi Qafqazda ticarət əlaqələrinin inkişaf etdirilməsi nəzərdə tutulurdu. Müqavilənin bir digər şərtinə əsasən Qacarlar və Osmanlının hücum etdiyi təqdirdə onlara qarşı birlikdə müqavimət göstərəcəkdilər. Ancaq Georgievski müqaviləsi imzalandığı andan adi bir sənətə çevrildi. Çünki Rusiya öz üzərinə götürdüyü öhdəlikləri demək olar ki, yerinə yetirmirdi. 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar vəfat etdi. Ağa Məhəmməd Şah Qacarın vəfatından sonra xanlıqlar arasında yenidən ədavət baş qaldırdı. Bu da Azərbaycanda vahid dövlətin yaradılmasına mane oldu. Bu dövrdə Rus qoşunlarının komandanı Knorringi Pavel Sisyanov əvəz elədi. Pavel Sisyanov əvəz elədikdən sonra Pavel Sisyanov da işğalçılıq siyasətinə üstünlük verdi. O, Rus Aleksandrın əmrinə əsasən onun ilk hədəfi Çar Balakən oldu. İlk hədəfi Çar Balakənin olmasının səbəbi nə idi? Çar Balakən əlverişli coğrafi mövqedə yerləşirdi.
Gürcüstana gedən yolun üzərində yerləşirdi. Həmçinin Çar Balakən işğalı nəticəsində Azərbaycanın içərilərinə doğru getmək mümkün olacaqdı. Həmçinin Şimali Qafqazda dağların azadlıq hərəkatının yatırılmasına kömək etməklə yanaşı, dağların cənubla da əlaqəsini kəsəcəkdi. Və beləliklə 1803-cü ilin əvvəllərində Rus qoşunları, Gürcü qoşunları ilə birlikdə Çar Balakənə daxil oldu. 1803-cü ilin martında Qanıq çayı yaxınlığında döyüş baş verdi. Rus qoşunları qalib gəldi. Balakən yandırıldı, Çar işğal edildi. Və beləliklə 1803-cü ilin aprelin 12-sində Tiflisdə Çar Balakən cəmaatlığı ilə Rusiya arasında Andlı ötəlik imzalandı. İmzalanan Andlı ötəliyin şərtləri nədən ibarət idi? Çar Balakən cəmaatlığı Andlı ötəliyin şərtlərinə əsasən daxili müstəqilliyin saxlamaqla Rusiyaya tabi olur, sədaqət əlaməti olaraq girovlar verir, ipəklə xərac verirdi, ərazisində Rus qoşunları yerləşdirməli idilər. Lakin Çar Balakəndən müqavilənin şərtlərini yerinə getirmədilər. Ona görə də 1804-cü ilin əvvəllərində Rus qoşunları bura yenidən daxil oldular və 1804-cü ildə Çar ərazisinə ikinci dəfə hücum etdilər. Çar tutuldu, lakin Zaqatala yaxınlığında baş verən döyüşdə Rus generalı Kuljakov öldürüldü. Rus qoşunları Muxaq kəndinə doğru geri çəkildilər. Rus qoşunları Çar Balakəndən sonra İlisu sultanlığında işğal etdi. Artıq Çar Balakənin və İlisu'nun işğalı Rusların faktiki olaraq Azərbaycanın işğalına başladığını göstərirdi. Artıq Çar Balakənin işğalından sonra Rusiyanın əsas hədəfi Gəncə idi. Gəncənin ələ keçirilməsinə Siyanov üstünlük verirdi və Gəncəyə üstünlük verməsinin səbəbi nə idi? Nə üçün Gəncə seçilmişdi? Çünki bu dövrdə Gəncə xanı, Cavad xan Ruslara qarşı mübarizə aparmaq üçün digər Azərbaycan xanlıqlarına müraciət etmişdi. Digər tərəfdən vaxtı ilə Rus qoşunları tərəfindən 1801-ci ildə Şəmşədil Rusiyaya birləşdirilmişdi və Şəmşədili Gəncə xanı Cavad xan öz himayəsinə almışdı. Digər tərəfdən Gəncənin işğalı digər Azərbaycan xanlıqlarının işğalını da asanlaşdıra bilərdi. Ona görə də Ruslar Gəncənin işğalına xüsusi önəm verirdilər. Siyanov Gəncə xanı Cavad xana məktublar göndərirdi. Onun Rusiyanın təbəliyini qəbul etməsini istəyirdi. Rusiya xəzinəsinə xərac ödəməsini istəyirdi. Lakin Cavad xan onun bütün məktublarını rədd etdi. Və beləliklə 1803-cü ilin sonlarında Ruslarla Gəncəlilər arasında kəşfiyyat xarakterli Qruqobu adlanan yerdə döyüş baş verdi. Bu döyüşdən sonra Gəncə xanı Cavad xan Gəncə qalasına çəkildi. 1803-cü ilin dekabrında Ruslar Gəncə qalasını mühasirəyə aldılar. Gəncə qalasının mühasirəsi bir ay çəkdi. Bu zaman Gəncə xanı Cavad xan Qacarlar hökmdarı Fətəli Şah Qacara yardım üçün müraciət etsə də, Fətəli Şah Qacar buna demək olar ki, yardım etmədi. Yardım təklifinə cavab vermədi. Bu zaman Gəncənin müdafiəsinə Gəncənin yerli əhalisi və bir sıra xanlıqlar da kömək edildi. Bir sıra xanlıqlarla bu zaman Qarabağ xanı İbrahim Xəlil xan da Gəncənin müdafiəsinə 2 top göndərmişdi. 1804-cü ilin yanvarın 3-dən 4-ünə keçən gecə Rus qoşunları Gəncəyə həlledici hücuma keçdilər və beləliklə ermənilərin köməyi ilə Gəncə qalası tutuldu. Gəncə qalası müdafiəsinə rəhbərlik edən Cavad xan və oğlu Hüseynqulu bəy qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ləğv edildi və başda Rus zabiti olan dairəyə çevrildi və burada komendant idarə üsulu yaradıldı. Gəncənin adı dəyişdirilib 1-ci Aleksandrın arvadının şərəfinə Yelizavetpol qoyuldu. Gəncə adı işlədənlər cərimə edilirdi. Rus qoşunları Gəncədən sonra asanlıqla Samuxu da ələ keçirdilər və Samux hakimi də bunların itaətini qəbul etdi. İşğalın nəticələri nə oldu? İşğalın nəticəsində mənəvi üstünlük Rusiyaya keçdi və beləliklə digər xanlıqların işğalına da yol açdı və Gəncə Rus qoşunları üçün hərbi baza rolunu oynamağa başladı. Həmçinin Xəzər dənizinə gedən yolda
Ruslar üçün açılmış oldu. Artıq Qacarlar Azərbaycandakı ən mühüm dayaq məntəqələrini itirmiş oldu. Hətta bu hadisədən sonra Qacarlar Gəncəyə köməklik etmədi. Bu da digər Azərbaycan xanlarının Qacarlarla münasibətində tərəddüdlərə səbəb oldu. Bu dərsimizlə bağlı bu qədər.